Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. Su ilə bağlı maraqlı açıqlama var. Söhbət nədən gedir? Su qiymətlərinin diferensiallaşdırılması elmi dildə, bizim dildə isə bahalaşması məsələsi ilə bağlı Dövlət Su Agentliyi təkliflər hazırlayır. Təkliflər nədən ibarətdir? Su səmərəli istifadə üzrə Milli Su Strategiyası hazırlanır. Bu çərçivədə araşdırma və təhlillər başa çatdıqdan sonra Tarif Şurasına rəsmi şəkildə qurum tərəfindən təklif olunacaq. Diferensial tarif mexanizminin məqsədi aşağı gəlirli təbəqəni qorumaqdır. Bu onların sözüdür. Onlar üçün daha güzəştli tariflər nəzərdə tutulur. Daha çox su istifadə edən və ya sudan gəlir əldə edən kommersiya obyektləri üçün isə daha yüksək tariflər tətbiq olunur deyə bu beynəlxalq təcrübədə götürülüb. Yer gəlmişkən Türkiyə və Avropa ölkələrinin bu istiqamətdəki təcrübələri öyrənilir və bizdə də tətbiq olunacaq. Bu barədə məlumatı isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov verib. Məlumatı isə APA İnformasiya Agentliyi yayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, yaxın vaxtlarda Tarif Şurası bir gecə vaxtı bir qərar açıqlayacaq ki, sabahdan su qiymətləri belə olacaq. Bundan sonra bu qiymətləri ödəyəcəksiniz. Yəqin ki, bahalaşacaq. Çünki hər indiyə qədər ucuzlaşma ilə bağlı hər hansı bir qərara şahidlik etməmişik, təəssüf ki. Kanala abunə olmağı unutmayın.